Salam, hər vaxtın xeyir olsun. Bu dərsdə mən sənə 6 dildən satışlarını uçuracaq məsləhət verəcəm. Bu videonu diqqətlə dinləsən, həqiqətən çox şey öyrənəcəksən və mən sənə söz verirəm ki, sənin satışların daha da artacaq. İlk məsləhətimiz psixologiya olacaq. İnsanların psixologiyasını çox yaxşı anlamalısınız. İnsanlar elə düşünürsünüz ki, hər şey məntiqli olanda alırlar. Yox, insanlar məntiqindən çox hisslərinə inanırlar və hisslərinin sayəsində alış-veriş eləyirlər. Buna görə çalışın insanların məntiqinə yox, hisslərinə toxunun. Nə demək istəyirəm? Yəni məsəl üçün beynin düşünən hissəsi buzdağının görünən hissəsidir. Onun bir 3-4 qatı qədər dərinliyində görünməyən hissəsi, yəni bilinçaltı var. Yəni alt şüur var. Ona görə də çalışın ki, insanların hisslərinə xitab edəsiniz. Çünki alt şüur hisslərlə danışır, düşüncə ilə danışmır, məntiqlə danışmır. Yəni nə demək istəyirəm? Duyğulara tam olaraq fokuslanın, məntiqə yox. Məsəl üçün, duyğulara fokuslanmayan bir reklam. Kondisioner reklam elədiyimizi düşünək və belə bir reklam mətni var. Təbii ki, bu mətndə siz bunu səsləndirirsiniz, çəkilişini edirsiniz və s. də indi bunu elə düşünün. Yeni nəsil inverter kondisioner. Daha az enerji sərfiyyatı, sürətli soyutma və stabil temperatur ilə evinizə maksimum komfort yaradır. Yəni pis deyil, normaldır, amma dediyimiz kimi bu məntiqə fokuslanır və bizə çox normal və ideal gəlir. Amma belə deyil. Duyğulara fokuslanan reklamlar hazırlamalısınız. Çünki insanlarda o ehtiyacı anlıq olaraq yaratmalısınız. Yəni, yay istisinin içində evə girəndə üzünə vuran o sərin nəfəs var ha. Elə eynən o hissi hər dəfə yaşatmaq üçün kondisionerini düzgün seç. Və yaxud burada kondisionerini düzgün seçin yerinə filan modeli seçin, filan modeli seçin. Bu tərzdə duyğuya fokuslanmaq lazımdır. Təbii ki, bu kondisioner üzərindən verilən nümunədir, amma buna hər şey aid edilə bilər. Yəni çalışın, nə satırsınızsa, hisslərə fokuslanın. İnsanın daxilində yatan o alt şuurda yatan o şeylərə fokuslanın. Prestij arzusuna fokuslanın, əldə etmə arzusuna fokuslanın, çəkicilik arzusuna fokuslanın, uğur arzusuna fokuslanın və s. və s. da çoxlu duyğular var da. O duyğulara fokuslanmağa çalışın, o arzulara fokuslanmağa çalışın. Gedib də məhsulu tərifləməyin. Məsəl üçün, elə hamı buna nümunə çəkirəm, mən də buna nümunə çəkəcəm. iPhone texnologiya satmır. Satır kimi görünsə də o prestij satır. Yəni nə demək istədiyimi məncə anladınız. Yəni, onlar daha çox kameranın özəlliyini reklam da eləsələr, çünki onda böyük markadır, hər şeyini reklam edirlər, amma satışının 90%-ni insanlar ona görə qərar verir ki, prestij. Gəlin boyumuza alaq da, nə qədər insan var ki, biraz imkanı yaxşı olandan sonra gedir özünə iPhone alır. Niyə? Çünki özünü artıq o kateqoriyada görməyə çalışır. Yəni o gedib iPhone almır ki, daha yaxşı çəkilişlər eləsin və ya daha yaxşı funksiyalardan istifadə eləsin. Yox, prestij. Baxın, söhbət bundan gedir. Duyğu. İkinci növbədə hekayələşdirmə. Yəni çalışın ki, satış eləyərkən, reklam eləyərkən, bir fikir çatdırarkən hekayələşdirin. İnsanların nağıllarında reklam qalmır. İnsanların nağıllarında hekayələr qalır. Nə demək istəyirəm? Nümunə olaraq sizə bir hekayə yazdım, reklam hekayəsi və bu hekayə əsasən 3 strukturdan ibarətdir. Birinci növbədə problem, ikinci növbədə məhsul, üçüncü növbədə həll. Çalışın ki, bu 3 struktur əsasında reklamlarınızın mətnini hekayə formasında hazırlayın. Bonus olaraq sübut da əlavə eləmişəm ki, bu da dəstəkləndirəcək sizin işinizi. Amma eləməyə də bilərsiniz. Mən sevirəm sübut əlavə eləməyi. Deməli, hekayələşdirilmiş reklamın mətni. Günorta günəşin altında evə doğru addımlayırdı. Hər addımında isti nəfəs kimi üzünə çırpılan hava onu daha da yorurdu. Qapını açanda hər dəfə eyni şey olurdu. Ağır, boğucu istilik, nəfəs almağı belə çətinləşdirən o hava. Yəni bu məcbur deyil ki, siz bunu mətn olaraq xarası yazacaqsınız və ya postun üzərinə şəkil olaraq yazacaqsınız. Bu bir məntiqdir, hekayə bir məntiqdir və bu hekayəni çəkilişinə apara bilərsiniz. Məsələn, bir oğlan olar, hansı ki yazılan mətn var, bunu bir 3 saniyə, 4 saniyə kadrajda qarşı tərəf hiss etdirə bilər düzgün çəkilişlə. Ta ki bir gün yeni kondisioneri quraşdırana qədər. Burada da məsələn sizin komandanız gəlir kondisioneri quraşdırır və s. İlk dəfə işə salanda evi başdan ayağa donduran o sərinlik. Elə bil bütün günün yorğunçuluğu çiyinlərindən düşdü. Üzünə toxunan yüngül külək sanki rahat ol, artıq evindəsən deyirdi. Sonrakı günlərdə bir şey dəyişdi. Ev sadəcə ev deyildi. Sərinliyə qaçdığı yeri oldu. Gözünü açanda nəfəs almağı rahat, gəlib oturanda isə özünü güvəndə hiss etdiyi bir yer. Çöldə hava necə olursa olsun, içəri girəndə səni qarşılayan hiss artıq eynidir. Sərinlik, rahatlıq, ev hissi. Bu hekayə sənin də ola bilər. Düzgün kondisioneri seç, evin sənə nəfəs versin. Burada axırı dəyişə bilərik. Məsələn, filan marka kondisioneri seç, evin sənə nəfəs versin. Məsələn, yay endirimi ilə kondisionerlərimiz %50 endirimdədir. Məsələn, bu ayın sonuna qədər və ya filan ayın sonuna qədər deyib daha da bunu gücləndirə bilərsiniz. Amma yəni bu hekayə təməl olaraq bunun üzərində qurulur da. Yəni çalışın hekayələşdirin. Markanızı hekayələşdirin. Nə satırsınızsa bir hekayə verin insanlara. İnsanların ağıllarında qalmağın yolu budur.
Üçüncü növbədə paylaşım, paylaşmaq. Yəni mən nəyə də tuturam burada? Çox insanlar reklamı pulla verirlər və sadəcə pul verirlər, izlənməni də eləyirlər, satış edirlər. Pul verirlər, izlənməni də eləyirlər, satış edirlər. Bu düzdür, pis bir şey deyil. Bu olmalıdır onsuz da. Hər bir markada olmalıdır. Amma bilirsiniz nəyə bənzəyir? Yəni sanki bir dekorativ bitkinin baxımına bənzəyir. Yəni onun üstündə əsməlisən, işləməlisən, vaxtı-vaxtında qidalandırmalısan, baxmalısan böcək yeməsin falan. Çox əziyyətli işdir dekorativ bitkiyə baxmaq. Bu bunun kimidir. Lakin orqanik, yəni paylaşım elədiyiniz səhifə hansı ki bol-bol maraqlı paylaşımlar eləyirsiniz, maraqlı videolar çəkirsiniz, maraqlı videolar hazırlayırsınız. Onlar o çöldəki yabani otlar kimidir. Özləri yetişirlər. Yəni özləri sizə müştəri gətirir, özləri sizə izlənmə gətirir, özləri sizə takip gətirir, özləri sizə əsas dediyim şey satış gətirir. Yəni bir satış komandası kimi bir şey olur da içeriklər. Ona görə də demirəm reklam qoymayın. Reklama qoyun, reklam olmalıdır onsuz da. Amma reklamla paralel orqanik formada böyüməyə də çalışın. Bu sizin işinizi çox dəstəkləyəcək. Bir yerdən sonra yabani ot kimi olacaq. Yəni bir var kirayə evdə qalasan, bir var öz evində qalasan. Onun kimi bir şeydir. Daha sonra isə məhsulun fərqləşdirilməsi. Mən burada nəyə nəzərdə tuturam? Yəni bir məhsul satırsınızsa, çalışın ki, onu digərlərindən fərqləndirəsiniz. Bu formada siz satdığınız məhsulu daha bahaya sata bilərsiniz. Bununla bağlı mən bir dərs çəkmişdim, YouTube'da paylaşa bilmədim. Keyfiyyətsiz çıxmışdı editoru hazırladığı video. Ona görə editorumu dəyişdim, başqa bir editorla işləyirəm. Yoxsa onu paylaşardım sizlə. Yox, gələn dəfə çəkərik o videonu. Nə demək istəyirəm burada? Məsələn, normal qələm satırsınız. Yəni elə bir qiymətə qoymalısınız ki, siz reklama pul ayırırsınız, müştəriyə ora pul ayırırsınız, işçiyə pul ayırırsınız. Yəni bunun qiymətin üzərinə qoymalısınız da. Yəni maya qiymətinə yaxın bir qiymət satmazsa sərf eləməz. Biraz bahaya satmalısınız. Biraz bahaya satmaq üçün də fərqlənmək lazımdır. Necə fərqlənmək lazımdır? Fərqli bir kateqoriya seçərək o kateqoriyaya sunaraq fərqlənmək lazımdır. Yəni çünki məsələn qələm var, adi qələmdir. Qələm var, biznesmenlər üçün olan qələmdir. Məsələn, burada göstərdiyim qələm. Qələm var, baxın, hədiyyəlik qələmdir. Qələm var, uşaqlar üçün qələmdir. Görürsünüz, bir dənə adi qələmdir. Onun belə nə qədər çeşidi var. Bu necə yaranıb əslində? Durduğu yerə yaranmayıb ki, bu ehtiyacı deyil ki, sizə bu ehtiyacıdır. Yox. Güya biznesmen bu qələmi işlədə bilməz və yaxud uşaq bu qələmi işlədə bilməz və yaxud hədiyyə olaraq bu qələm verilə bilməz. Verilə bilər. Sadəcə sırf bir kitlə seçiblər və o kitlə üzərində işləyiblər, formalaşıblar, ad qoyublar. Ona görə də daha bahaya sata bilirlər. 1 manatlıq qələmi 5 manata, 10 manata, 15 manata, 100 manata, 1000 manata sata bilirlər. Necə? Çünki brendləşdirirlər. Brendləşmək fərqliləşmək deməkdir. Söhbət burada qələmdən gedirsə, hər şeyə aid eləmək olur. Məsələn, mən daha çox kurslarla işləyirəm də. Tutaq ki, ingilis dili kursusan və yaxud müəllimsən, şəxsi öz ingilis tədris edirsən. Deyirsən ki, mən səni TOEFL-da hazırlaşdıraram, ELTS-də hazırlaşdıraram, general ingilis də öyrədərəm, məktəbə də kömək eləyərəm təkmilləşmək üçün, abituriyent də hazırlaşdırıram. Nə oldu ki, sənin xidmətin olacaq ayda 30 manat. Çünki hər şey eləyirsən. Amma sən desən ki, yox, mən sadəcə IELTS hazırlaşdırıram. O zaman sən işin içində daha da detallaşacağı üçün, yəni sırf biləcəksən kimdən müraciət edirlər, özün üçün xüsusi proqram hazırlayacaqsan, yəni bu işdə professionallaşacaqsan və sən eyni dərsi deyərək və yaxud daha təkmilləşdirilmiş bir dərs deyərək, daha az yorularaq, daha keyfiyyətli dəyər ortaya qoyaraq, daha yüksək pul qazana biləcəksən. Bir ayda 100 manat, 150 manat pul götürə biləcəksən dərs verərək. Necə oldu bu? Bir sahə seçib, orada professionallaşaraq və yaxud 1 manatlıq qələmi 5 manat olmalı sata bilərsən. Necə? Bir kitlə seçib orada formalaşaraq. Yəni çata demək istəyirəm, çoxa qaçmayın, aza qaçın. O zaman sizin satışlarınız artacaq və qiymət də artacaq. 5-ci məsləhətim isə test mentalitetidir. Yəni video paylaşarkən, reklam qoyarkən, nəsə eləyərkən, mesajlara cavab verərkən həmişə beyninizdə test mentaliteti olsun. Heç vaxt bir qərara, bir posta, bir paylaşıma duyğusal olaraq qoşulmayın, bağlanmayın. Nə demək istəyirəm? Məsəl üçün, müştəri sizə yazdı salam, necəsiz? Ona qayıdıb məsələn yazır salam, buyurun yazdınız. Məsələn biraz gördünüz yaxşı cavab gəlir. Biraz təkmilləşdirin. Salam, buyurun, gülmə emojisi atdınız məsəl üçün. Buna daha çox geri dönüş gəldi. Sonra məsəl üçün video atdınız, daha çox geri dönüş gəldi. Səs atdınız, biraz daha az geri dönüş gəldi. Bunları yoxlayın və daha sonra ən yaxşısını seçib onu istifadə edin. Bu sadəcə mesajdan getmir. İndi bizim işimiz reklamdır, reklam tərəfə baxaq. Reklamda isə post hazırlayarkən, məsələn görürsüz, birində yuxarı yazıb, birində alta yazıb. Eyni şeyləri yazıb. İkisini də qoyur reklama. Görürsüz, yuxarıdakı daha çox effekt verir. Daha sonra arxa planı dəyişir və ya bu sadə dəyişikliklərdə daha geniş dəyişikliklər də var.
Dediyi sözləri yoxlayırsan, fərqli-fərqli sözlərdən deməyə yoxlayırsan, fərqli-fərqli arxa planlarla videolar çəkməyə yoxlayırsan, fərqli-fərqli mesajlar verərək yoxlayırsan, fərqli ədəb kütlələri yoxlayırsan, yəni yoxlayırsan nə isə və yoxlayandan sonra nəticəni aldın ha, o nəticəni dərs kimi almalısan. Bunu da reklamlarla eləyə bilərsən, paylaşımlarla eləyə bilərsən. Onun sənin test məntiqinə baxır. Bir nümunə üzərindən mən həmişə getməyi sevirəm. Tutaq ki, geyim satırsınız və satdığınız geyim biraz lüks geyimlərdir. Normalda 30-40 manatdır bazarda, siz satırsınız 70-80 manata, 100 manata. Və normal çəkiliş edirsiniz, model durur çəkirsiniz, amma sata bilmirsiniz. Amma yazır, amma almır və ya yazan az olur. Deyirsiniz ki, hə, mən bu işi təkmilləşdirməliyəm də, mən bu işi görürəm. Niyə? Arxa planı dəyişir. Bir dəfə kafedə çəkiliş edirsiniz, bir dəfə oteldə çəkiliş edirsiniz, bir dəfə başqa bir də həyətdə çəkiliş edirsiniz, bir dəfə də mağazanın qabağında çəkiliş edirsiniz. Ki, hamısı eyni paltardır, eyni modeldir, eyni tərzidir, sadəcə arxa planlar fərqlidir. Və baxıb görürsüz ki, oteldə və kafedə olan effekt artdı. Niyə? Çünki qayıdırıq əvvələ, insanlar hissi satın alırlar. Yəni o brend duyğusunu, o necə deyərlər, o premium duyğusunu alırlar və yaxud nə satırlar sizin məhsulunuz, onun duyğusunu almağa çalışırlar və siz onu görsəldə nə qədər yarada bilsəz, o qədər də siz öndə olacaqsınız. Və görürsüz ki, hə, məsəl üçün kafedə olan və oteldə olan çəkilişlər daha çox effekt verir. Neyinirsiniz bundan sonra orada çəkilirsiniz. Amma bir dəfə fərqli şeylər, bir dəfə fərqli modelləri yoxlayırsınız, bir dəfə fərqli insanlarla çəkiliş edirsiniz, bir dəfə fərqli məsələn kameramanla çəkiliş edirsiniz və belə yoxlaya ən idealını tutdurursunuz bir yerdə. Və bir yerdə görürsüz ki, başladığınız yer tamamilə fərqli idi, sonda olduğu yer tamamilə fərqlidir. Və bu mentalitetdə olun həmişə. Testi oturdun. Yəni test həmişə olmalıdır və duyğusal olaraq heç bir qərara bağlanmayın. Yəni nə bilim, mən bu qərarı vermişəm, bu axıracan yoxlayaq, 2 gün vaxt qoymuşum, 3 gündə getsin, belə şeylər eləməyin. Və ən sonda marka imajı. Bizim məqsədimiz brend qurmaqdır. Ayağı üstə duran bir marka qurmaqdır. Uğurlu bir iş ortaya qoymaqdır. Yəni bugünü yola verim, sabah nə olar deyil. Yəni nə demək istəyirəm? Tutaq ki, siz bir məsəl üçün naşik satırsınız. Elə belə bir dənə səhifə açmısınız, paylaşırsınız, satırsınız gedir. Nə keyfiyyətə önəm verirsiniz, nə çatdırılmaya önəm verirsiniz, pulunuzu aldınız, vəsə. Elə olmamalıdır. Marka düzgün şəkildə söz vermək deməkdir. Məsələn, mən nəyə söz verirəm əslində? Mən söz verirəm ki, sən məni izləsən, sənin satışların artar. Sən məni izləsən, daha da təkmilləşərsən, bu işdə özünü inkişaf etdirərsən. Yəni özünü inkişaf etdirərsən də mənim sözüm və yaxud satışları artırarsan da mənim sözüm, düzdür? Buna görə brend oluram. Və bunun qarşılığında sözü tutmağım isə mənim brendimin gücünü artırır. Yəni eyniliklə sizin də işiniz. Naşik satırsınızsa keyfiyyətli naşik satın. Baha satın, amma keyfiyyətli satın. Bazarda rəqabətə geri düşərsiniz, amma sizin özünüzün öz alıcıları olacaq. Mən gedərəm 5 manat naşik alaram, xarab çıxar və yaxud 3 günə xarab olar. Gedərəm bir yerdən 15 manat alaram. Həm təzə keyfiyyətli olar, həm uzun müddət işlədərəm. Sabah üçün adapter da gəlib buradan alaram. Sabah üçün dostum naşiksə gəlib dostum üçün də oradan alaram. Hədiyyə üçün də oradan alaram. Yəni heç vaxt rəqabətə pulla girməyin. Marka ilə girin, markanızın da imicini keyfiyyətinizlə gücləndirin. Sizə verəcəyim dərslər bu qədərdir. Məsləhətlər bu qədərdir. Bunları markanızı tətbiq edin. Özünüz görəcəksiniz necə güclənir səhifəniz, necə inkişaf edir səhifəniz. Özünüzə yaxşı baxın. Növbəti videolarda görüşərik. Sağ olun, salamat qalın.